Salam. Bugün Robert Greene'in İnsan Təbiətinin Qanunları kitabına əsaslanaraq insan davranışının, belə deyək də, dərinliklərini enəcəyik. Bəli. Məqsədimiz odur ki, niyə bəzən həm özümüz, həm də başqaları, yəni gözlənilməz addımlar atır, bunu anlayaq. Niyə bəzən özümüzə qarşı hərəkət edirik? Elədir, söhbət o görünməyən qüvvələrdən gedir. Emosiyalar, köklənmiş davranışlar, hətta o sosial maskalar, hamısını müzakirə edəcəyik. Gəlin elə bu fikirlə başlayaq. Biz heç də düşündüyümüz qədər rasional deyilik. Greene'in Perikl nümunəsi var, çox maraqlıdır. Aha, Afina liderləri. Bəli, onlar özlərini tam məntiqli hesab edirdilər, amma əslində qərarlarının çoxu emosiya və egodan qaynaqlanırdı. Nəticəsi də pis oldu. Green buna yüksək dərəcəli irrasionallıq deyir. Təsəvvür edin də, güclü bir emosiya, qəzəb ola bilər, həyəcan, qısqancılıq sizi ələ keçirir. Sanki bir duman çökür. Sil xarakterimiz məhz belə təzyiq altında, stres anlarında üzə çıxır. O gündəlik sakit maskamız düşür. Bu, yəqin ki, çoxlarına tanışdır. Heç olubmu ki, gərgin bir vəziyyətdə, necə deyim, kəskin reaksiya vermisiniz və sonra fikirləşmisiniz ki, mən niyə belə elədim? Hə, olur. Greene'ə görə, bəlkə də o anlarda üzə çıxan elə əsil məndir. Bir də əqidə qərəzliyi məsələsi var. Kimsə çox qətiyyətlə danışırsa, bu heç də onun haqlı olması demək deyil. Bəli, çox vaxt bu, daxili əmsizliyi ört-basdır etmək üçündür. Və bu birbaşa maskalar mövzusuna gətirir bizi. Hamımız taxırıq da bu maskaları. Ailədə başqa, işdə başqa. Elədir. Green də deyir ki, bu normaldır. Hətta zəruri bir sosial bacarıqdır. Biz o qədər öyrəşmişik ki, çox vaxt heç özümüzdə fərq etmirik. Yaxşı aktyorlarıq. Amma bunun bir də əks tərəfi var. Kölgə tərəfi. Tamamilə doğru. İçimizə atdığımız, cəmiyyət bəyənməz deyə bastırdığımız arzular, xüsusiyyətlər, bunlar yığılıb kölgə şəxsiyyəti yaradır. Və bu kölgə nə vaxt üzə çıxır? Adətən stres altında, yorğun olanda ya da yaşlandıqca. Green buna sızma deyir. Başlayır özünü biruzə verməyə. Əvvəllər insanlar buna cin deyərdi, indi biz bilmirəm nə oldu, özümdə deyildim deyirik. Maraqlıdır. Əslində isə özümüzün bir parçasıdır. Bəli, sadəcə gizlətdiyimiz parçası. Yaxşı, bəs bu maskaların, bu kölgələrin arxasını necə görə bilərik? İnsanları necə daha yaxşı anlayaq? Green bir neçə ipucu verir. Birincisi, ziddiyyətlərə baxın. Kimsə həddən artıq özündən əmin danışırsa, bəlkə də içində böyük bir qorxu var. Aha. İkincisi, bədən dili. O kiçik qeyri-iradi hərəkətləri var ha. Göz qaçırmalar, üzdəki ani ifadə dəyişiklikləri, hətta sinxronluq dediyimiz şey. Sinxronluq. Yəni qarşı tərəfin hərəkətlərini təkrarlamaq. Bəli, şuursuz olaraq. Məsələn, siz ayağınızı çərpazlayırsınız, o da edir. Başınızı əyirsiniz, o da əyir. Bu ya güclü bir bağın, ya da əksinə güclü bir müqavimətin işarəsi ola bilər. Deməli, bu incə siqnalları tutmaq əslində empatiyanı gücləndirir. Məhz. Bu anlayış əsl empatiyanın, yəni həssaslığı özümüzdən çox başqalarına yönəltməyin yolunu açır. Shackletonun hekayəsi var Antarktikada. Bəli, heyətinin əhvalını hiss etməsi. Elədir, o, insanların nə dediyinə yox, nəyə ehtiyacı olduğuna fokuslanırdı və tapşırıqları buna görə uyğunlaşdırırdı. Bu, əsl empatiyadır. Və bu empatiya görünür təsir etmək üçün də açardı. Yəni, kimisə razı salmaq üçün onunla mübahisə etmək əvəzinə Əsl empatiya olmadan bu manipulyasiyaya çevrilər. Səmimi şəkildə onların ehtiyaclarını anladığını göstərmək müqaviməti azaldır. Beləliklə, bütün bu qatları, irrasionallığımızı, maskalarımızı, kölgələrimizi anlamaq təkcə başqalarına analiz etmək deyil. Xeyr, əsla. Bu, həm də özümüzü daha yaxşı idarə etmək, sosial münasibətləri daha effektiv qurmaq üçündür. Tamamilə doğrudur. Bu qanun uyğunluqları biləndə insanların davranışları daha az çaşdırıcı olur. Hətta müəyyən dərəcədə proqnozlaşdırmaq mümkün olur. Bu da daha sağlam əlaqələrə gətirib çıxarır. Sonda dinləyicilərimiz üçün bir fikir buraxaq. Henrik Ibsen yazırdı. Yaşamaq qəlbdəki və ruhdakı trollarla müharibə etməkdir, yazmaq isə özünü mühakimə etməkdir. Çox güclü sözlərdir. Bəs siz öz kölgənizi, o qəbul etmədiyiniz tərəflərinizi bastırmaq əvəzinə onları qəbul etsəniz necə olar? Bu, bəlkə də gözləmədiyiniz bir güc və ya yaradıcılıq mənbəyinə çevrilə bilər. Bu haqda düşünməyə dəyər.